Hər vaxtınız xeyir, efirdə ASTV İqtisadiyyat, studiyada Aysel Abbasovadır. Dünya bazarlarında neft bahalaşıb. Brentin qiyməti ICE London birjasında 5,27% bahalaşaraq $95.14. WTI-ın qiyməti isə New Yorkun NYMEX MT birjasında 5,91% artaraq $87.47 səviyyəsinə yüksəlib. Artım əsasən yaxın şərqdə geosiyasi gərginlik, təklif riskləri və bazarda qeyri-müəyyənliklə izah olunur. Goldman Sachs investisiya şirkətinin təhlilində bildirilir ki, Amerika Birləşmiş Ştatları İran atəşkəsinə baxmayaraq Hörmüz boğazı üzrə neft axınlarının zəif qalması səbəbindən bazarda risklər yüksək olaraq qalır. Mənfi senaridə 2026-cı ilin sonuna qədər Brent markalı neftin qiymətinin $100-115 intervalında sabitləşməsi gözlənilir. Bu isə enerji xərclərinin artması fonunda Birləşmiş Ştatlarda inflyasiyanın 3,6%-ə qədər yüksəlməsinə, istehlak artımının 2%-dən 1,2%-ə enməsinə və xüsusilə yanacaq, aviabiletlər və ərzaq qiymətlərində əlavə təzyiqlərin formalaşmasına səbəb ola bilər. Neftin bahalaşması ilə yanaşı əmtə bazarlarında təbii qazın da qiyməti artır. Xüsusilə Amerika Birləşmiş Ştatları birjasında bu tendensiya daha qabarıq şəkildə özünü göstərir. New Yorkun NYMEX əmtə birjasında may ayında çatdırmaq şərti ilə təbii qaza olan fütureslərin qiyməti 1 milyon Britaniya istilik vahidinə görə 1,76% artaraq $2.72 təşkil edib. İran Hörmüz boğazından gəmilərin keçməsi üçün 10 şərt müəyyənləşdirib. İlkin olaraq İsrailə məxsus və onunla əlaqəli gəmi və ya yüklərin keçidinə qadağa qoyulur. Müqavimət cəbhəsinə qarşı çıxan ölkələrdən gəmi və ya yüklərin keçidi də qadağalar sırasındadır. Eləcə də rüsumların ödənişi İranın milli valyutası realla həyata keçirilməlidir. Müharibədə hər hansı formada iştirak edən ölkələrin gəmilərinin keçidinə dəymiş zərərin kompensasiyası ödənildikdən sonra icazə veriləcək. Həmçinin bir tərəfli sanksiyalar tətbiq edən ölkə gəmilərinin Hörmüz boğazından keçidinə də qadağa qoyulur. Qaydaları pozan gəmi müsadirə olunacaq, yük dəyərinin 20% məbləğində cərimə tətbiq ediləcək. Yaxın Şərqdə münaqişənin davam etməsi fonunda artan risklər qlobal maliyyə bazarlarında investorların davranışlarına təsir edən əsas amillər kimi ön plana çıxıb. Amerika Birləşmiş Ştatları İran danışıqlarının bərpası ilə bağlı artan ümidlər fonunda tərəflərdən gələn ziddiyyətli bəyanatlar bazarlarda yenidən dalğalanmalar yaradıb. Amerika Birləşmiş Ştatları və İran arasında danışıqların davam etdirilməsi ehtimalı və atəşkəsin uzadılmasına bağlı xəbərlər riskli aktivlərə dəstəyi qorusa da, hərbi ritorikanın yenidən gündəmə gəlməsi investorların ehtiyatlı mövqe tutmasına səbəb olub. Nəticədə dollar indeksi həftə boyu qeyri-sabit hərəkət edərək müəyyən mərhələlərdə möhkəmlənsə də ümumi mənzərədə güclü trend formalaşdırmadı. Ekspertlər hesab edir ki, bu kontekstdə neft qiymətlərinin dəyişkənliyi dünya iqtisadiyyatında daralmalara səbəb olacaq. Dünya iqtisadiyyatında orta inflyasiya həddi 4,4% ətrafında olacaq. Lakin bu növbəti illərdə 2027-ci ildə dünya iqtisadiyyatında daralmalara səbəb olacaq və xüsusilə də neft enerji ixal edən ölkələr üçün ciddi potensial risklər daşıyacaq. Ona görə də çalışılır ki, problem qısa müddət ərzində tam olaraq həllini tapsın və neft qiymətlərinə enişə nail olunsun. Qızıl qiymətləri isə əvvəlki həftələrdə qeydə alınan enişdən sonra bərpa cəhdləri göstərərək yenidən yüksəlişə meyl edir, yüksəliş trayektoriyasını qoruyur. Güvənli liman rolu oynayan sarı metal ardıcıl 4-cü həftədir ki, həftəni artımla başa vurur. Qeyd edək ki, qızıl 18 mart 2026-cı il tarixindən bəri ilk dəfə olaraq $4,889 səviyyəsinə qədər yüksəlib. Əli Rzayev, Aytan Abdulova, ASTV İqtisadiyyat. Bəli, Yaxın Şərqdə münaqişənin davam etməsi və inflyasiyaya təsiri açıqlanan makroiqtisadi məlumatlar və korporativ mənfəət hesabatları vasitəsilə qiymətləndirilir. Nəticədə dünya fond bazarlarında indekslər qarışıq proqnozlarla müşahidə olunur. Məsələn, monitora baxsaq görərik ki, Amerika fond bazarlarında müsbət dinamika hökm sürür. S&P 1,20% artım nümayiş etdirir. Dow Jones 1,79%, Nasdaq 100 indeksi isə 1,52%
artıb proqnozlarını müsbət olaraq dəyərləndirir. Avropa fond bazarlarında isə qırmızı biz boyamanı görürük. DAX indeksi 1,38% geriləmə proqnozu nümayiş etdirir. FTSE 100 isə 0,69% geriləmə nümayiş etdirir. Asiya və Sakit Okean indekslərindən Nikkei isə deməli 0,69% artım nümayiş etdirir. İstərdik ki, indekslərin təsir etdiyi səhm bazarlarındakı vəziyyətlə də tanış olaq. Bəli, gördüyümüz kimi səhm bazarları da yaşıl rəngə boyanıb, artım müşahidə olunur. Xüsusilə Apple şirkəti 2,59% alıcılarına öz səhmlərini $270.20 ticarət edir. Tesla 3,1%, Amazon 0,34%, Microsoft 0,60%, Nvidia isə 1,68% öz səhmlərini demək olar ki artırıb. Kriptovalyuta bazarlarına da daha öncə istərdik valyuta cütlüklərinə nəzər salaq. Valyuta cütlüklərində də qarışıq dinamika hökm sürür. Belə ki, avro dolar qarşısında bahalaşıb $1.18 ticarət olunur. Britaniya fundu isə dolar qarşısında 0,1% ucuzlaşaraq $1.35 ticarət olunur. Dolar TL qarşısında bahalaşsa da Rus rubli qarşısında 1,0%lik azalmayla geriləmə nümayiş etdirir. Manatın məzənnəsinə gəldikdə isə dolar və TL yenə də sabit olaraq qalır. Manat avro qarşısında ucuzlaşma nümayiş etdirir. Eyni zamanda Rus rubli və Çin yuanı da manat qarşısında bir qədər baha ticarət olunur. Kriptovalyuta bazarlarına da nəzər salaq. Gördüyümüz kimi kriptovalyuta bazarlarında da qarışıq mənzərə hökm sürür. Bitcoin azalma nümayişi. Əslində Bitcoin demək olar ki, bu gündə artım nümayiş etdirmişdi. 75 min dolara qədər ticarət olunur, amma biz azalmanı müşahidə edirik. 0,78%, Ethereum isə 1,5%lik geriləmə nümayiş etdirsə də Binance Coin 0,59% artım nümayiş etdirir. Davam edirik. Yaxın Şərq böhranından zərər çəkən təkcə region ölkələri deyil. Qeyri-müəyyənlik demək olar ki, bütün ölkələrdə hiss edilir. Dubay, Əbu Dabi və Doha kimi beynəlxalq aeroportların işinin ləngiməsi qlobal turizmə ciddi zərbə vurub. Bu təsir Afrika qitəsindən də yan keçməyib. Qara qitənin əsas turizm destinasiyalarından olan Cape Town şəhərində otellər boşdur. Turizmçilər müştəri qıtlığı ilə üzləşiblər. Yaxın Şərq münaqişəsi ilə əlaqəli səyahət ləngimələri Cənubi Afrika Respublikasının turizm sektoruna zərbə vurur. Tur bələdçiləri, otellər və səyahət agentləri xərclərin artması və xarici bazarlardan sifarişlərin azalmasından şikayətçidirlər. Paytaxt Cape Town'da işləyən bələdçi Paul Reuters bildirir ki, ölkə Körfəz regionundan gələn varlı turistlərdən çox asılıdır. Onların yoxluğu biznesə ciddi təsir göstərir. Yaxın Şərqdən gələn qonaqlar şəhərdə daha uzun müddət qalır və premium xidmətlər sifariş edirlər. Cape Town is nominated one of the best places in the world. Cape Town səyahətçilər üçün dünyanın ən yaxşı yerlərindən biri kimi təqdim olunur. Müharibə səbəbindən şəhər bütövlükdə əziyyət çəkir. Normal mövsümdə sifarişlərimin təxminən 60-80%-i Yaxın Şərq müştərilərindən gəlir. Regional xidmət göstərən əsas daşıyıcıların uçuş cədvəlindəki qeyri-müəyyənliklərə görə tələbat da azalıb. Bahalaşan aviabiletlər və münaqişə ilə əlaqəli narahatlıqlar fonunda bir çox səyahətçi səfərləri ləğv edir. Bununla da kiçik operatorlara təsir dərhal hiss olunur. Son 2 ay ərzində $30.000 gəlirdən məhrum oldum. Ziyanın demək olar hamısı Yaxın Şərqlə hava əlaqəsinin kəsilməsi səbəbindən baş verib. Yavaşlama turizm sektorunu bütövlükdə əhatə edib. Cape Town'dakı otellər xarici turistlərin azalması fonunda marketinq səylərini yerli səyahətçilərə yönəldir. Cape Town beynəlxalq hava limanı adi rejimdə işləyir. Lakin turizmdən asılı olan işçi qüvvəsi üçün qeyri-müəyyənlik ağırdır. Yaxın Şərqdən səyahətlər bərpa olunmazsa, kiçik operatorların iflası və ya işçilərin ixtisarı qaçılmazdır.
Vüqar Ələsgərov, Vüsalə Məmmədzadə, ASTV İqtisadiyyat. Ölkə xəbərləri ilə davam edirik. Azərbaycana avtomobil idxalı azalıb. Bu ilin birinci rübündə ölkəyə ümumilikdə 339 milyon 631 min dollar dəyərində 15.351 ədəd avtomobil gətirilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.585 ədəd azdır. Bütün dünyada olduğu kimi Azərbaycanda da elektromobillərə maraq azalıb. Hesabat dövründə 7.898 min dollar dəyərində yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da illik müqayisədə say baxımından 30,1% və ya 129 ədəd azdır. Bəs bunun səbəbləri nədir? Cavabı eşidək. Bu ilin ilk 3 ayında ölkəyə gətirilən avtomobillərin idxalında keçən ilin müvafiq dövrü ilə müqayisədə 33% azalmaq qeydə alınıb. Azalma həm də elektromobillərdə də mövcud olub. Bu tendensiya nə ilə əlaqədardır? ASTV İqtisadiyyat komandası olaraq bu və digər sualların cavabını nəqliyyat eksperti Eldəniz Cəfərovdan alacağıq. Eldəniz müəllim, avtomobil bazarında geriləmə nə ilə əlaqədardır? Niyə tələbat azalıb? 4 il ərzində ölkəyə idxal olunan hibrid nəqliyyat vasitələri əlavə dəyər vergisindən azad olmuşdur. Bu azad olmanın müddəti bitib və indi idxal olunan yeni hibrid avtomobilləri əlbəttə ki, əlavə dəyər vergisi ilə hesablanır. Daha sonra azalmanın səbəblərindən biri bizim deməli ölkədə çox təəssüf ki, avtokreditlərin verilmə şərtlərinin bir qədər sərtləşdirilməsidir. Belə ki, hətta bu gün yüksək maaş alan vətəndaşlar avtomobil almaq üçün kreditə görə müraciət edirlər və bir çox hallarda onlara imtina olunur. Bu da öz-özlüyündə avtomobillərə olan, yeni avtomobili olan tələbi bir qədər azaldır və vətəndaş köhnə, daxili bazarda hal-hazırda satılan maşınlara üstünlük verir. Çünki elektromobillər öz-özlüyündə elə bir nəqliyyat vasitəsidir ki, istehsalda artıq o bahadır. Yəni idxal olunanda da daha baha başa gəlir və onun üçün də dövlətlər ölkə daxilində vətəndaşları, həmçinin sahibkarların bu maşını alıb gətirməsi üçün və ölkə daxilində vətəndaşların belə nəqliyyat vasitələrini istismar etməsi üçün müəyyən stimullaşdırıcı addımlar atır. Elektromobilin Azərbaycanda gələcəyi var, çünki bu qənaətçil baxımından, daha sonra ekoloji cəhətdən daha sərfəli avtomobildir. Dünyada bu tendensiya getsə də, getməsə də biz ölkəmizdə, öz ölkəmizdə elektromobillərin səmərəli olduğunun şahidi olduq. Bu ilin birinci rübündə Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 322,2 milyon dollar təşkil edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər 5,5% artıb. Azərbaycandan Gürcüstana ixrac edilən məhsulların dəyəri illik müqayisədə 10,1% artaraq 183,4 milyon dollar təşkil edib. Gürcüstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 138,7 milyon dollar olub ki, bu da 1,2% azdır. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə 3 ölkəyə, Gürcüstan, Rusiya və İrana 3,9 milyon dollar dəyərində 72,2 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə eyni zamanda Azərbaycan sözü gedən ölkələrdən 619 min dollar dəyərində 16,5 milyon kilovat-saat elektrik enerjisi idxal edib. Bu ölkələr arasında Rusiyaya elektrik enerjisinin ixracı 30%-ədək artıb. Rusiyaya 21,5 milyon kilovat-saat həcmində elektrik enerjisi ixrac edilib ki, ixracdan 1,2 milyon dollar gəlir əldə olunub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm istifadəsində 27,7%, dəyər istifadəsində isə 1,9 dəfə çoxdur. Eyni zamanda Rusiyadan Azərbaycana 544 min dollar dəyərində 13,8 milyon kilovat-saat həcmində elektrik enerjisi idxal edilib. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 66 min dollar və ya 13,8% çox, həcm ifadəsində isə 2,1 milyon kilovat-saat və ya 13% azdır. Bu ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 927 milyon manatlıq məhsul satılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artım deməkdir. İki istiqamətdə xərcləmələrdə kəskin artımlar müşahidə edilib. Bu kompüterlər,
Telekommunikasiya avadanlıqları və çap məhsullarında 32,6%, əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə isə 25,4% satışlar artıb. Eyni zamanda pərakəndə ticarət dövriyyəsində istehlakçılar 8 milyard 774 milyon manat vəsaiti ərzaq, qida, o cümlədən spirtli içkilər, tütün məlumatlarının alınmasına yönəldiblər. Eləcə də qeyri-ərzaq məhsullarının alınmasına 7 milyard 152 milyon manat vəsait yönəldilib. Ərzaq məhsullarının istehlakında 1,3% artım qeydə alınıb, qeyri-ərzaq məhsullarının istehlakında isə 6,6% artım qeydə alınıb. Və göründüyü kimi, daha çox artımlar qeyri-ərzaq məhsullarının istehlakında qeydə alınıb.